20 aprel 10 sin fizika OTK sınağı. Deməli, birinci sualda sizdən istəyir ki, elektrik hərəkət qüvvəsini tapın. Sizə verib daxili müqaviməti R2 ohm. Deməli, R bərabər 2 ohma. Bir də şularsa verib i-nin yerdən asılığını. I-nin bu qiyməti x-ə qapanmaya uyğundur. X-ə qapanma da bərabərdir 4 ampera. Elektrik hərəkət qüvvəsi və x-ə qapanma H bölünsün R üstünə hesablanır. Buradan da H-ın tapanda x-ə qapanmanı R-ə vurmaq lazımdır olacaq. Deməli, H bərabərdir 2 vur 4-dən 8 volt B variantı. Düz xətli hərəkət kütləsi 2 kq olan cismin koordinatın zamanda asılıq tənliyi bu cürdür. Cismin kinetik enerjisinin dəyişməsi var. Bu tənliyib düz xətli bərabər sürətli hərəkətin tənliyidir. Bərabər sürətli hərəkətlərdə kinetik enerjinin dəyişməsi sıfırdır. 33 yaydan M kütləli yük astıqda yayın uzanması 4 mm olmuşdur. M kütləli cismasında yayın uzanması M1M x1 bərabərdir 4 mm. Yayın uzunluğunu 2 dəfə azaldıb. Yenə həmin yük astıqda M2M. X2-ni bizdən soruşur. Deməli, uşaqlar, burada nəyə fikir vermək lazımdır? Yayın uzunluğu əgər 2 dəfə azalıbsa, K1 bərabər K-yı əvvəlcə sərtliyim. K2 bərabər olacaq. Deməli, Y bölünsün L0 ifadəsinə görə uzunluq əgər 2 dəfə azalıbsa, yayın sərtliyi 2 dəfə artmış olacaq. Deməli, K2 olacaq 2K. Kütlə eynidir. Dəyişən K ilə X-dir. Deməli, üstünüzdəki MJ bərabər KX-dir. Gördüyümüz kimi M eyni, J eyni, K ilə X bir-birindən tərs asılı, yəni XK-dan tərs asılı olaraq dəyişmiş olacaq. Əgər yayın sərtliyi 2 dəfə artdısa, uzunluq, yəni uzanma 2 dəfə azalacaq. 2 dəfə azalacaq, 4 də olacaq 2 mm C variantı. 34 müsbət yükü intensivliyi Y olan bir cins elektrik sahəsində A nöqtəsindən D nöqtəsinə hərəkət etdirən zaman A-dan D-yə. Gördüyü iş 30 mJ olarsa, yəni müsbət Q yüküdür. Q, Y, D bərabər 30 mJ. D-nin yerinə 2A yazırıq. Q, Y vurulsun 2A bərabər 30. Deməli, Q, Y də bərabərdir. Belə yazaqlar. Q, Y, A da bərabərdir. 30 bölünsün 2-dən 15. İş görülmüşdür. Həmin sahədə ABCD traktoriyası boyunca hərəkət etdirdikdə sahənin gördüyü iş nə qədər olar? Deməli, A, B, C, D. Deməli, uşaqlar, sahədə əgər baxın, yükə təsir edən qüvvə, müsbət yükə təsir edən qüvvə saha istiqamətinə olur. Yəni, yükə təsir edən qüvvə sağa doğrudur. Çünki nisbi müsbətdən mənfi olur. Ona görə də müsbət yükə təsir edən qüvvə sağa. Və fikir verin, A-dan B-yə isə yer dəyişmə yuxarı doğrudur, qüvvəsə sağa. Bu vaxt iş görülmür. Çünki perpendikulyardır. C-dən D iş görülmür. İş görüləcək yalnız B-dən C-yə. O da elə A ilə D məsafəsinin eyni olduğuna görə elə görülən işdə 30 mJ olacaq. Bu bizə lazım olmadı. Daha sonra harmonik reaksiyadan hərəkət zamanı aşağıdakı fiziki geometriyada hansı sıfır ola bilər? Yol bilirsiniz sıfır olmur. Tezlik, period, tam enerji, amplitud qiymətlər zamana görə dəyişmir. Bir dənə qaldı sürət. Kənar vəziyyətlərdə sıfır ola bilir. Elektrik sahəsi intensivliyini sahəyə gətirmiş sınaq yükündən asılı deyil. Asılı nöqtəvi yükdən, yəni sahəni yaradan yükdən düz mütənasib. Sizdən də sınaq yükü soruşur. Sınaq yükündən asılı deyil. C variantı. 37. Maddi nöqtə ABCD. Trajektoriya üzrə hərəkət edərək 8 saniyə ərzində A nöqtəsindən D nöqtəsinə gəlmişdir. Yola görə orta sürət tap. Yola görə orta sürət soruşsa lap sadə. Bütün gedilən trajektoriyalar cəmlənməlidir. A-dan B-yə 20, B-dən C-yə 10, C-dən D-yə 10. Deməli, 20, üstəgəl 10, üstəgəl 10 bölünsün. O yola görə orta sürət tapanda yolu tapıb zamana bölürsünüz. Bölünsün zamana. T-dəki 8 saniyədir. Deməli, 30, 30-un üstündən 10 gələndə 40, 40-ı da 8-ə bölsəz, alarsınız ki, 5 metr bölünsün saniyə. 38, 2 nöqtəvi yükün hər birinin modulunu 4 dəfə və onlar arasındakı məsafəni 2 dəfə artırıqda yüklər arasındakı Coulomb qüvvəsi F bərabər K Q1, Q2 bölünsün R kvadratı. Deməli, yüklərin modulları hasilə düz asılı. Yəni, hər birini 4 dəfə artırsa, qüvvə 16 dəfə artmış olacaq. 16 dəfə artdı. Məsafəni 2 dəfə artırsa, məsafə ilə tərs kvadratikdir. Məsafə 2 dəfə artanda bu azalacaq, amma kvadrat dəfə 4 dəfə. Ümumilikdə artmış olacaq 4 dəfə. D variantı. 39. Malum müstəvi üzərində yuxarı hərəkət edən cisimə təsir edən hansı qüvvə və ya qüvvələr mənfi iş görər? Baxaq görək hansı qüvvələr mənfi iş görür. Reaksiya qüvvəsi hərəkətə perpendikulyarda iş görmür. Ağırlıq qüvvəsi aşağı istiqamətdə, cisim yuxarı qalxdığına görə ağırlıq qüvvəsinin işi mənfidir. Dartı qüvvəsi hərəkət istiqamətdə gördüyü iş müsbətdir. Ağırlıq qüvvəsi mənfi, o müsbət. Sürtünmə qüvvəsi hərəkətin əksi olduğuna görə də mənfidir. Sürtünmə və ağırlıq qüvvələri. C variantı. Verilmiş kütlə ideal qaz bir halından 2 halına keçmişdir. Bu zaman onun həcmi 5 kub metr azalmışdır.
T1 930 Kelvin, T2 310 Kelvin olursa qazın həcminin başlanğıc qiymətini hesablayın. İzobar prosesli uşaqlar verilmiş kütləli ideal qazımızda yazıb bura. PV bərabər NKT-dən görürük ki, təzyiq sabitdir, K sabit kəmiyyətdir. Verilmiş kütləli ideal qaz yazıb, V ilə T düz mütənasib asıdır. Ona görə də qazın başlanğıc qiymətini tapmaq istəyirik. V1 V, V2 bərabərdir. V çıxılsın 3 dedik, yoxsa 5? 5 kub metr. Aha. V çıxılsın 5. T1 930 Kelvin, T1 930, T2-dəki 310 Kelvindir. Düz asıldılar. Düz asılı olduqlarına görə belə yazırıq. V2 bölünsün V1 bərabərdir elə T2 böl T1. T2 töbül uşaqlar. Burada deməli ixtisar aparsaq olacaq 3. Yəni T2 böl T1 olacaq 3-də 1. 3-də 1 V2 böl V1. V2-nin yerinə yazırsınız deməli. V2-nin yerinə yazırsınız. V çıxılsın 5. V1-in də yerinə V. Çarpaz vuraq. 3V çıxılsın 15 bərabərdir V-yə. 2V bərabərdir 15-ə. V də bərabər 7,5 kub metr. 7,5 D variantı. Daha sonra yer səthindən müəyyən hündürlükdən sərbəst düşən cismin potensial enerjisinin kinetik enerjisinin asılı qrafiki verilmişdir. Cismin kütləsi 2 kiloqram olarsa, onun hansı hündürlükdən düşdüyünü. Deməli, istifadə edirik tam mexanik enerji və ya potensial enerjinin maksimal qiymətləri. Çünki cisim hər hansısa bir hündürlükdən atılıb, həmin vaxtda onun yalnız var idi maksimal potensial enerjisi, yəni MJH maksimal. Maksimal potensial enerjisi və ya tam enerji potensialla kinetikin aynı qiymətləri cəminə bərabərdir. Və ya hər hansı hündürlükdə kinetik 30 olub, potensial da 40, yəni biri artanda o birisi azalıb, eyni cür. Deməli, birlikdə tam mexaniki enerjimiz 70 jouluymuş. 70. 70 bərabərdir M. Vurulsun J, vurulsun H maksimala. Olacaq 3,5 metr. 70 bölünsün 30, 3,5. Bərabər yüklənmiş 4 kürəcik kvadratın təpələrində yerləşib. Kvadratın mərkəzində yerləşən mənfi Q yükünə təsirlə əvəzləyici qüvvə istiqamətini təyin edin. Çox güman ki, ağırlıq qüvvəsini nəzərə almayıb. Gəlin baxaq. Deməli, müsbət mənfi harda yerləşən? Mərkəzində. Mənfi yük. Bunlar mənfidir. Müsbətdir bu. Bu da müsbətdir. Bu da müsbətdir. Gördüyüm qədər. Bu da mənfidir. Deməli, uşaqlar müsbət mənfi bir-birini cəzb edir. Müsbət mənfi bir-birini cəzb edir. Həmsinin baxın bir-birlərinə doğru cəzb olunur. Bu da müsbət mənfidir. Cəzb elədilər. Bu da müsbət mənfidir. Bir-birlərini cəzb elədilər. Amma bunlar mənfi olduqlarına görə bir-birlərini itələyəcəklər. Bir-birini itələmək o deməkdir ki, baxın bu mənfi ilə bir də saniyə. Bu mənfi ilə bu mənfi bir-birini itələyir. Yəni, mərkəzdəki yüklə bu mənfi bir-birini itələyir. Bu oldu F bura. Deməli, nə baş verdi uşaqlar? Burada 2 dənə baxın qüvvə bir-birinə əks yönəlib və məsafələr də indi kvadratda məsafələr də eynidir. Təsirdən qüvvələr, yüklərin modulları indi baxın bərabər yüklənmiş. Ona görə qüvvələr bir-birinə bərabər olduğuna ixtisar getdi. Yalnız qaldı 2 dənə F baxın yuxarı. Deməli, cavabınız olacaq bu. B variantı. Daha sonra gəlir deməli, voltmetrin göstərişi 20 volt olarsa, mənbəyin EHQ-sını hesablayın. R4 ohm, mənbəyin daxili müqaməti, R bərabər 1 ohm. Deməli, onun üstü uşaqlar EHQ bölünsün, R üstə gəl R, vurulsun R-dir. 20 bərabərdir EHQ. Yəni, EHQ-mız nə qədərdir? EHQ-nı hesablayırıq, EHQ-nı bilmirik. 4 üstə gəlinsin 1. 4 üstə gəlsəz 1, 5. 5-i də 20-yə vursaz 100 volt. Yox, nəsə deyəsən, səhv hesabladım. Ay, vurulsun R. Vurulsun R yadımdan çıxmışdı. Deməli, 100 bölünsün bu R-ə. Bu R-imizdə 4 idi. Deməli, bu aldıq 100. EHQ R bərabər oldu 100-ə. R-in də yerinə 4 yazaq. EHQ də bərabər olacaq 25 volta. Yəni, Y variantı. Suda üzən taxta parçasının 3-dəki hissə suya batmışdır. Təsirlə Arximid qüvvəsi 30 newtonlarsa onun çəkisini, kütləsini hesablayın. Əgər suda üzürsə, suda tarazlıqdadırsa, Arximid qüvvəsi ilə MJ-lər bir-birinə, yəni ağırlıq qüvvələr bir-birinə bərabərdir. O da olacaq 30. Deməli, 10 M bərabər 30-a, M də bərabər 3 kiloqrama. B variantı. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisi maddə miqdarı qrafik verilmişdir. Qazın temperaturunu hesablayın. O bərabər Q-də 3. Nü, R, T ifadəsini istifadə edir. 48 kilojoule, yəni 10 üstü 3. Vurulsun 2-də 3, nü 8-dir, R 8-dir, T-dəki bilmirik nə qədərdir. İndi hesablayaq. Burada bərabərimiz var idi. Deməli, uşaqlar 8 ilə 48 getsin 1, burada qalsın 6. 6 ilə 3 gedir, 1, burada qalır 2. 8 ilə 2 gedir, qaldı 4, 4 ilə də 2 gedir, burada qaldı 2. Yəni, belə aldıq. 1000 bölünsün 2T.
1000-i də 2-yə bölsəz düşəcək 500 Kelvin C variantı. 46. Havanın nisbi rütubəti 70%, temperaturu 2 dərəcə Selsidir. Havadakı su buxarının sıxlığı nə qədərdir? Aha, həmin temperatura doyan buxarın sıxlığı bu qədərdir. Havadakı su buxarının sıxlığı, yəni mütləq rütubətimiz F bərabər Rho bölünsün, Rho 0 vurulsun 100 ifadəsindən. Rho-nu tapırıq. Rho bərabərdir. F Rho 0 bölü 100, yəni 70 vurulsun. Rho 0 6 verib, bölünsün 100-ə. 70-i 6-ya vuranda 420, 420-ni də 100-ə bölsəz 4,2 qram bölünsün metrin kubu D variantı. Kütləsi 200 qram olan cisim koordinat tənliyi verilib. Cismə təsir əvəzləyici qüvvə bərabər sürətli hərəkətdə, düz xəttli bərabər sürətli hərəkətdə, əvəzləyici qüvvə 0-dır, çünki orada təcil yoxdur. Cismin həcmini hansı cihaz vasitəsilə ölçmək olar? Cismin həcmini menzurka ilə ölçmək olar. Psixrometr rütubəti, manometr təzyiqi, dinamometr qüvvəni, areometr isə mayların sıxlığını ölçən cihazlardır. Yerdəyişmə vahidini dövürtmə tezliyinin vahidinə vurduqda, yerdəyişmə vahidini, yəni metri dövürtmə tezliyinin vahidinə, yəni 1 böl saniyə vurduqda nə alırıq? Metr bölünsün saniyə. Bu da oldu sürət. Ümumiyyətlə suallar çox asandır. Həm 11-də, həm də 10-da. Çəkisizlik vasitəsilə tarazlıqda saxlanan cismin kütləsini hesablayın. Deməli, MJ vurulsun 1. Çəkisizdir. MJ falan çəkmirik. Bu çəkdiyimiz MJ buradan asan cismin MJ-sidir. Vurulsun 1 bərabərdir. F vurulsun öz qoluna. Momentlərin bərabərliyindən M1 bərabər M2, F1 D1 bərabər F1 D1 bərabər F2 vurulsun D2-dən. 80 vurulsun 5. Deməli, 80 0 ilə J gedir. M bərabər olacaq 40 kiloqrama. C variantı. 51. Bir cins elektrik sayısı intensivliyin qiymətini hesablayın. İntensivliyin qiyməti deməli F1 çıxılsın. F2 bərabər YD-dən. Bura F1-dir. 20 volt. Bura F2-dir 4 volt. Fərq yoxdur harda yazıb. Baxın bir düz xətt üzərində olan bütün qiymətlər bir-birinə bərabərdir. 20 çıxılsın 4 bərabər Y vur. 0,4-ə 20-dən 4 çıxsaz 16 bərabər 0,4 Y-yə. Y də bərabər olmuş olacaq 160 böl 4-dən 40 volt bölünsün metr. Elektrik sayısı intensivliyi F bölünsün Q sınaqdır. Yəni Newton bölünsün kulon. Newtonun da yerinə kiloqram vur metr bölünsün saniyə kvadrat yazırıq. Kulonun da yerinə asan yazırıq. Asan. Amper vur saniyə. Nə aldıq? Kiloqram metr bölünsün amper vur saniyə kubu. Uşaqlar gördüyüm qədərilə C-də düzdür. Çünki o birisinin heç biri oxşamır. 53. Təkliflərdən gördüyüm qədər ona görürəm ki, yəni yaxşı görünmür. Təkliflərdən hansı və ya hansılar doğrudur? Bir cins elektrik sayısına daxil olan neytron hərəkət direktorisi düz xəttdir. Ağırlıq qüvvəsi nəzərə alınmır. Bəli, düz xəttdir. Ona görə ki, ona qüvvə təsir etmir. Sükunətdə olan yüklənmiş kürənin qüvvə xəttləri qapalıdır. Sükunətdə olan yüklənmiş qüvvə xəttləri qapalıdır. Sükunətdə olan yüklənmiş kürənin qüvvə xəttləri qapalıdır. Yəni müsbətdən mənfiyə gedir əslində. Qapalı deyil. Müsbətdə başlayıb mənfidə bitir. Qapalı olmaq burulğanlı sahədə olduğu kimi. N-dən N-si düzdürmü? S-dən N-ə, N-dən S-ə baxın bu burulğanlı davam edir. Elektrik sayəsində görülən iş deməli bir düz idi. Biri götürdük. Elektrik sayəsində görülən iş traktorun forması asılı deyil. Bəli, doğrudur. Potensiallı sahədə ona görə də yerləşimi asılıdır. Ekopotensial səthin bütün nöqtələrində potensialın qiyməti indi bəli bayaq çəkdiyimiz kimi 1/4. Elektrik sayəsinin intensivliyi skalyardır. Xeyr, elektrik sayəsinin intensivliyi vektorial kəmiyyətdir. Mühərrik qızdırıcıdan 200 megajoule istik miqdarı alıb soyuducuya bu qədər verdi. Mühərrikin faydalı şəmsanı hesablayın. Deməli, düsturunuz belədir uşaqlar. 1 çıxılsın, Q2 böl Q1 vurulsun 100%. Elə 100 atıran vur, eta böl 100. Q2 soyuducu, Q1 isə qızdırıcıdır. 200'ü yazırıq qızdırıcının yerinə, 150'ni yazırıq soyuducunun yerinə. Bizin onsuz da faydalı şəmsan istəyir 100'ü bura atmayaq, elə yazaq vurulsun 100. Deməli, bərabərdir. 1 çıxılsın Q2 150 bölünsün 200 bölünsün 200 vurulsun 100'ə. Vurulsun 100'ə. Deməli, uşaqlar, bunlar ixtisar geçsin. 5'ə gedir qalır 3, 5'ə gedir qalır 4. Aldıq 4'də 1 vur 100. O da olacaq 25%. Kütləsi bu qədər olan hərəkət tənliyi verilmişdir. Cisimə 480 Newton dartı qüvvəsi təsirdir. Sürtünmə qüvvəsi neçə Newtondur? Hərəkət yavaşlayandı. Təcil mənfi 2-dir. Sürət isə müsbət 2-dir. Təcil baxın buradadır. Deməli, bir mənfi bir müsbət olduğunu görə hərəkət yavaşlayandı. Cisimə 480 Newton qüvvə təsirdir. Sürtünmə qüvvəsi neçə Newtondur? Elə sizin o əzbər düsturunuzla yazıram.
MA bərabər F sürtünmə çıx F dart. Yavaşyandırsa F sürtünmə çıx F dartdan istifadə edirik. F sürtünmə çıx F dart. Nəyə görə dedim əzbər? Çünki A-nın yerinə artıq mənfi yazmayacağım. Çünki artıq hazır bir düstur çıxartmışıq ki, yavaşyandırsa sürtünmədən dartı çıxırıq. M80-də A-nın yerinə 2 qoysaq olacaq 160 bərabərdir. F sürtünmə çıxılsın 480. F sürtünmə də buradan bərabərdir. 160 üstə gəlsin 480, 0, demək 14 bir yadda 640. Deməli, sürtünmə qüvvəsi olacaq 640 Newton. Bu da oldu sizin cavabınız. Baxın, buranın cavabıdır. Sonra 56. Radiusu 10 cm olan təkərin dönmə bucağı. Bu qanunla dəyişir. Təkərin səthindəki ən kənar nöqtənin mərkəzi qaçma təcili. Ən kənar nöqtə o demək ki, yəni radiusu nəzərə alın. Məsələn, ən kənar yazmasaydı, radiusun yarısına bərabər və s. nöqtələri yaza bilərdi. Yəni, ona görə yazır ki, radiusla gedin. Deməli, fi bərabər omega t tənliyindən omeganı 2 çıxartdıq buradan. Təcil düsturu omega kvadrat R-dir. Omega 2 idi, oldu 2-nin kvadratı 4, vurulsun 10 cm, metr böl saniyə kvadratını istəyir. Ona görə çevirək 0.1 olsun. Vurulsun 0.1 olacaq 0.4 metr böl saniyə kvadratı. 57. Riyazi rəqqas AB kənar nöqtələr arasında harmonik rəqs edir. O nöqtəsi tarazlıq vəziyyətinə uyğundur. A nöqtəsində cismin impulsu maksimaldır. Deməli, sonra O-da V, P, W, K maksimaldır. ABD-də digərləri. Deməli, impuls maksimaldır O nöqtəsində. A-nı yazdıq bura. Potensial enerjisi minimumdur. Burada bunlar maksimaldırsa, kinetik burada maksimaldırsa O-da. Deməli, elə orada potensial enerji minimumdur. B-ni yazaq bura. Potensial enerji maksimumdur. A-da və B-də bizə yalnız A nöqtəsini verdiyinə görə deməli, həmin o. Deməli, A-nı B-ni yazmışam, C-ni yazıram bura 1-ə. Cismin sürəti zaman keçdikcə artır. Yazıb burada O nöqtəsindən B-yə, O-dan B-yə getdikdə. O da əgər sürət maksimal idisə, B-yə gələndə sürət artmaz, azalar. Burada B-dən O-ya yoxdur deyə bu cavabı ümumiyyətlə buradan silirəm. Sürəti zaman keçdikcə artır. Bunu sildim, bu yoxdur. Cismin potensiyeli bu yadımdan çıxıb. Bircə saniyə. Yox, yazmışam onu, C-ni yazmışam. Cismin artan təcillə yavaşayan, bəli, B-yə gələndə uşaqlar, deməli, hərəkət edəcək yavaşan, çünki sürət ora getdikcə azalır, o da maksimal idi. Amma təcilsə, dedim, axı, digərləri bura gəldikcə artır, deməli, təcil artır. Artan təcillə yavaşan, o da getdi bura. Deməli, cavabınız belə oldu. 1-də C, 2-də AB, 3-də də Y. Bir dənə yazmadığımız D variantı oldu. Zaman keçdikcə onda artar ki, sizə verilsin A-dan O-ya və ya B-dən O-ya. Sürət orada artmır. 58. Sabit temperaturda doyan buxarın həcmi 2 dəfə artarsa, onun daxili enerjisi necə dəyişər? Sabit temperaturda. Deməli, uşaqlar, O bərabər 2-də 3 PV. Yaxşı sualdır bu sual. Təzə sualdır. Yardım keçirdi, görməmişəm bu sualı. Sabit temperaturda doyan buxarın təzyiqi də sabitdir. Təzyiqi sabit olduğuna görə U-nu V ilə müqayisə eləmək olar. 2 dəfə artarsa, onun daxili enerjisi də 2 dəfə artacaq. Deyə bilərsiniz ki, müəllim, bəs sabit temperaturda izotermik filan bəs məkan. Onda uşaqlar kütlə dəyişmirdi. Verilmiş kütləli ideal qaz üçün temperatur sabit olanda izotermik idi. Və izotermik olduğuna görə də P ilə V eyni cür dəyişirdi. Yəni, biri 2 dəfə artanda, biri 2 dəfə azalırdı. Ona görə də daxili enerji dəyişməz. Amma burada doyan buxardan gedir söhbət. Doyan buxar ideal qaz qanunlarına tabe deyil. Düsturunuzu bütün hallarda yazırsınız. Sabiti bilirsinizsə həll edə biləcəksiniz. Yox, sabiti bilmirsinizsə də məsələ getməyəcək. Sabit temperaturda yalnız burada təzyiq sabitdir. Temperaturda heç 11-likdə sabitdir. Burada 2 dəfə artarsa həcm, daxili enerjisi 2 dəfə artar. Daha sonra 59. 100 dərəcə Selsi temperaturda. 100 dərəcə Selsi temperaturlu 4 kiloqram suyu eyni temperaturlu buxara çevirəndə onun daxili enerjisi necə dəyişər? Deməli, U bərabərdir. Daxili enerjisi necə dəyişər? Burada yalnız istilik verilib, ona görə daxili enerjinin dəyişməsi verilən istilik miqdarına bərabərdir. O da olacaq elm. Deməli, eyni temperaturlu buxara çevirəndə su buxara çevrilməsi üçün enerjini udmalıdır. Deməli, artacaq. Elm qədər artacaq. 2,3 vurulsun 4. 2,3-də 4-ə vursaq, deməli 12 bir yadda 9,2. 9,2 megajoule artar. 60 şaqil yuxarı istiqamətdə bərabər yenişin hərəkət edən cismin çəkisinin təcilinin asılı qrafiki verilmişdir. Cismin kütləsi neçə kiloqramdır? Deməli, düsturunuz P bərabər M vurulsun, J üstəgəl yuxarı yeyinləşən. 360 bərabərdir M vurulsun, 10 üstə gəlinsin 2. Təcil 2-dir. M də bərabərdir 360 bölünsün 12. Bu da olacaq uşaqlar, deməli 30 kiloqram.